Salam hörmətli müəllimlər, xoş gördük hər birinizi. Bu videoda sizə 30-u 5-ci ay 2025-ci il tarixində Artinin keçirdiyi sertifikasiya dəstək məqsədi ilə sınaq imtahanlarının suallarını izah edəcəyəm. Suburbanizasiya və yalançı urbanizasiya üçün oxşar əlaməti müəyyən edin. Amerika qitəsində hər iki şəhərləşmə tipinə rast gəlinir. Bu doğru ifadədir. Amerika qitəsini biz Şimali Amerika və Latın Amerikası regionuna qruplaşdırsaq, Kanada və ABŞ-da suburbanizasiya prosesi üstünlük təşkil edir. Latın Amerikasında isə favellər, yəni yalançı urbanizasiya üstünlük təşkil edir. Hər iki şəhərləşmə tipində əhalinin əsasən böyük şəhərlər ətrafına məskunlaşır. Bəli, suburbanizasiyada əhali mərkəzdən şəhər ətrafına köçür, urbanizasiyada isə kəndlərdən şəhər ətrafına köçür. Yəni hər ikisində şəhər ətrafı ərazilərdə məskunlaşma olur. İnkişaf etmiş ölkələr üçün səciyyəvidir. Bu suburbanizasiyadır. İstanbul və Rio-de-Janeiro şəhərləri üçün səciyyəvidir. Bu yalançı urbanizasiyadır. İqtisadi və sosial inkişaf sürəti şəhərləşmənin sürətindən geri qalır. Bu da olmaz. Yalançı urbanizasiyaya aiddir. Xətti, sahil boyu və radial modelləri mövcuddur. Bu şəhərləşmənin ümumi modelləridir. 1, 2 və 6. Yəni D bəndi doğru bənddir. Növbəti suala keçək. Günəş şüalarının günorta vaxtı maksimum və minimum düşmə bucaqları arasındakı fərqin 47 dərəcə və ya bərabər olduğu enlikləri müəyyən edin. Təbii ki, bunun qaydasını bilməyən müəllimlər oturub bir-bir hesablamalıdır ki, bura günəş şüaları maksimum nə qədər düşür, minimum nə qədər düşür, onlar arasındakı fərqi tapmalıdır. Təbii ki, bu da çox zaman alacaq. Bizimlə hazırlaşan müəllimlər bilir ki, biz həmişə bir qayda olaraq deyirik ki, günorta vaxtı günəş şüalarının maksimum və minimum düşmə bucaqları arasındakı fərq mülayim işıqlanma qurşağında birmənalı olaraq 47 dərəcəyə bərabərdir. Mülayim işıqlanma qurşağı arasındakı məntəqələri seçəcəyik. Yəni 23.5 ilə 66.5 arası. 23.5 də özündə ola bilər, 66.5-in özündə də olur və 58 cənub eli. Yəni 3, 4, 5 olacaq. Mülayim işıqlanma qurşağı. Doğru cavab yenə D bəndi. Növbəti suala keçirik. Əsasən kiçik miqyaslı xəritələrdə təhrif daha çox olur. Bəli, miqyas kiçildikcə təhrif də artır. İstənilən tip proyeksiya ilə tərtib edilən xəritələrdə günəşin zenitdə olduğu ərazilər təhrifsiz təsvir olunur. Fikri səhvdir. Xəritədə elə bir yer yoxdur ki, ora təhrifsiz olsun. Mütləq şəkildə təhrif olur xəritələrdə. Yəni proyeksiyadan asılı olaraq müəyyən qədər təhriflər azaldıla bilər. Amma tam təhrifsiz olur, sıfır təhrif olur. Yəni mümkün deyil ki, eyni anda bütün təhriflər sıfır olsun. İstənilən tip proyeksiyada tərtib edilmiş xəritələrdə 180 dərəcəlik meridianın keçdiyi hissələrdə təhrif müşahidə edilə bilər, əlbəttə. Yalnız 12-14-cü saat qurşaqlar 4 yarımkürədə yerləşir. Bəli, bu da dərslərdə mənim xüsusi vurğuladığım məqamlardandır ki, 12-ci, 14-cü, 24-cü saat qurşaqları 4 yarımkürədədir, qalanları hamısı 3 yarımkürədədir. Bu doğrudur. Topoqrafi xəritələrdə təhrif icmal topoqrafi xəritələrdən daha böyükdür, fikri səhvdir. Topoqrafi xəritələrdə təhrif daha az olur. Konus proyeksiyada istifadə edilən tərtib olunan xəritələr təhrif olmur fikri yanlışdır. Mütləq şəkildə təhrif olur. Lakin müəyyən bir ərazilərdə daha az olur, minimal olur. 1, 3, 4 doğru bənddir. Yəni Y bəndi. Növbəti sualımıza keçək. Dünya xəritəsində 30 şərq uzunluğu, 70 qərb uzunluğu arasındakı məsafə 50 dərəcəlik paralel üzrə 30 sm olarsa, xəritənin bu hissəsi üçün xüsusi miqyası hesablayın. Aydın məsələdir ki, bunlar müxtəlif yarımkürədə yerləşir və bunların cəmi 180-i vermədiyi üçün biz qütbdən getməyi məsləhət görmürük. Elə 30 ilə müxtəlif yarımkürədə olduğuna görə 30 ilə 70-i cəmləyərik, eləyər 100. 100-ü vurarıq 50-ci paraleldə 1 dərəcəlik qövsün uzunluğuna 71.7-yə. Bu da eləyər 7170. Onu da bölərik 30-a. Həqiqi məsafəni xəritədəki məsafəyə bölməklə biz xüsusi miqyası tapa bilərik. Bu da etməlidir. Təxminən 28 dəqiqə gözləyir. 71.70-i bölək 30-a. 239 arxasında 5 dənə 0 əlavə edilir. Belə olanda, yəni bütün variantları incələmək lazımdır ki, ola bilsin ki, 0-la bizi aldada bilərlər. 0 sayına görə yəni.
Növbəti sual cədvələ əsasən doğru sıranı seçin. Böyük Qafqaz qalxması maqmatik süxurlar üstünlük təşkil edir. Burada maqmatik süxurlar var, amma çox azdır. Çökmə süxurlar üstünlük təşkil edir. Ön Qafqaz çökməsi neft ehtiyatlarına rast gəlmir fikirdə səhvdir. Burada Siyəzən neft yatağı var. Kiçik Qafqaz qalxması molibden və alüminium yataqları mövcuddur. Molibden Diaqçay, Paraqaçay, yəni Ordubadda, aluminit isə Daşkəsəndə var. Deməli doğru cavab 3-dür. Kür yalnız ovalıqlardan ibarətdir fikri səhvdir, çünki burada qalxmalar da mövcuddur. Araz çayının keçdiyi bütün ərazilər də yerləşir. Araz çökməsi Araz çayının keçdiyi bütün ərazilər yerləşir. Təbii ki, yanlış ifadədir. Növbəti sualımıza keçirik. Heç vaxt kölgənin uzunluğu sıfıra bərabər olmur. Yəni günəş heç vaxt zenitdə olmur. Təbii ki, orta Sibirdə. Aid olduğu ölkədə iki yarımkürədə yerləşir. Təbii ki, bu Meksika yaylasıdır. Meksika iki yarımkürədir, şimal və qərb. Yerləşdiyi materikdə Mezozoy qırışıqlığında yaranan relyef formalarına rast gəlinmir. Təbii ki, biz demişik ki, Mezozoy qırışıqlığı yalnız Şimali Amerika və Avrasiyada rast gəlinir. Deməli, bu Braziliyaya aid olan xüsusiyyətdir. Qərbində cavan platforma yerləşirsə, bu Orta Sibirdə, Orta Sibirin qərbində Qərbi Sibir yerləşir. Yerləşdiyi ölkələrdə günəş il boyu günorta vaxtı zenitdə olur. Yerləşdiyi ölkələrdə günəş il boyu günorta vaxtı zenitdə olur. İl boyu deyir. İl boyu günorta vaxtı təbii ki, zenitdə olduğu bir məntəqə yoxdur. 1-ə C, 2-yə B, 3-ə A-dir. Doğru cavab A bəndidir. Burada Y variantı heç birinə uyğun deyil. Çünki deyir, yerləşdiyi ölkə günəş il boyu günorta vaxtı zenitdə olur. Buna görə variant olmayacaq. 20-ci saat qurşağının orta meridianında yerli vaxtla, təbii ki, 24-cü saatın orta meridianı tapaq. 24-dən çıxarıq, 20-ci saat qurşağı üzr istəyirəm. 20 eləyər 4, 4-ü vurarıq 15-ə, eləyər 60 qərb uzunluq. 60 qərb uzunluğunda saat 22, 40-dır. 95 qərb uzunluğunda saat neçədir? 95 qərb uzunluğunda bunlar arasındakı fərq tapırsınız birinci, eləyər 35 dərəcə. 35 dərəcəmizi bölərik 15-ə eləyər 2 saat. 5 qalıq qalır. Qalığı da vururuq 4-ə. Eləyər 2 saat 20 dəqiqə. 2 saat 20 dəqiqə geridir. Geridirsə nə etmək lazımdır? Təbii ki, çıxmaq lazımdır. 2 saat 20 dəqiqə çıxdı. Eləyər 20, 20. D bəndi doğru bənddir. Növbət, Cənub yarımkəsində yerləşən limanları seçin. Qeyd etmişdim ki, limanlarla bağlı mütləq şəkildə sual düşmə ehtimalı var. Deməli, Dampier Avstraliyada yerləşir, Santos Dubaran Braziliyada yerləşəcək. Doğru cavab B bəndi olacaq. Diaqram verilib. Diaqrama baxırıq ki, yağıntıların əsas hissəsi maydan sentyabrədək olan bir vaxta düşüb. Yəni, ilin isti dövründə yağıntıların miqdarı daha çoxdur. London olmaz, burada il boyu yağıntının miqdarı bərabər olmalıdır. Roma olmaz, qışda olmalıdır, aralıq dəniz iqlimidir. Jakartada olmaz, ekvatorialdır, il boyu bərabərdir. Manilada əslində subekvatorialdır, yağıntı əsas hissəsi yayda düşür. Amma bura temperatura fikir versək, temperatur 5 dərəcədən aşağı düşüb. Amma Manilada subekvatorial iqlimdir deyə o qədər temperatur aşağı düşməməlidir. Doğru cavab Tokyo olacaq. Tokyoda mussondur və subtropik mussondur. Ona görə temperatur o qədər aşağı düşür. Yerin öz oxu ətrafında hərəkəti zamanı coğrafi enliklər üzrə sürətli fərqli olur. Buna əsasən aşağıda verilmiş şəhərlərin yerləşdiyi paralel çevrələrinin fırlanma sürətinin azalan sıra ilə düzün. Azalan sırası ilə düzün deyirsə, təbii ki, ekvatordan qütbə doğru azalan sıra olur. Biz ekvatordan qütbə doğru düzməliyik. Ən sürətli fırlanan, ekvatora ən yaxın olan Manila şəhəridir. Sonra Bakı, ən az sürətlə fırlanan, ən aşağı sürət isə Finlandiyanın paytaxtı Helsinki şəhəridir, ən şimalda yerləşir. A bəndi doğru bənddir. Riyazi statistik məlumatlar əsasında tərtib olunmuş xəritədə statistik göstəricilər yüksək, ərazilər təhrif olunmuş halda daha qabarıq göstərilir. Təbii ki, bu anamorfoz xəritələrdə olacaq. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Ural transsərhəd çayı hesab edilir. Bu doğrudur. Çünki Ural çayı həm Rusiya ərazisindən axır, həm də Qazaxıstan. San Fransisko toplayıcı özəsi iki işıqlanma qurşağında yerləşir. San Fransisko çayı yalnız tropik işıqlanma qurşağıdır.
Yəni tropik xətti kəsmir. Müqəddəs Lavrenti subtropik iqlim qurşağında yerləşir. Müqəddəs Lavrenti subtropik iqlim qurşağında yerləşməz, mülayimdə yerləşər. Maqdalena kənar dənizə tökülür. Maqdalena çayı Karibə tökülür, o da kənardır. Makenzie Baffin dənizinə tökülür. Baffin yox, Beaufort dənizinə tökülməlidir. Qanq çayının mənsəbi isə Banqladeşdə yerləşir. Düzdür, Qanq və Brahmaputra mənsəbi Banqladeşdədir. Birinci, dördüncü və altıncı doğru fənddir. Uyğunluğu müəyyən edin. Fiziki coğrafiyanın yeni sahəsi, iqtisadi coğrafiyanın ənənəvi sahəsini soruşur. Fiziki coğrafiyanın yeni sahəsi, dünyanın kənd təsərrüfatı coğrafiyası bu ənənəvi bir sahədir. Bu, iqtisadi coğrafiyanın ənənəvi sahəsinə aiddir. Geomorfologiya bu yeni sahə deyil. Landşaftsşünaslıq və landşaft planlaşması yeni sahədir. Tibbi coğrafiya, iqtisadi coğrafiyanın yeni sahəsidir. Bizə isə ənənəvi sahəsi lazımdır, sosial coğrafiya. Deməli, 1-ə C, 2-yə isə AE doğru cavab C bəndi olacaq. Şərq yarımkürəsində yerləşən ölkələri seçin. Almaniya, Efiopiya, Avstraliya, Braziliya qərbdir, Kanada qərbdir, İslandiya qərbdir. 1, 2, 3. Orta miqyaslı xəritələrdə uyğun gələn miqyasları seçin. Orta miqyaslı xəritələrə uyğundur. 1 bölünsün 200 mindən 1 bölünsün 1 milyona dək. Bax, bunun arası olmalıdır. 150 min olar. 300 min olar. 750 min olar. Deməli, 2, 3, 4. Burada 2 milyon 500 mindir, olmaz. 5 milyondur, olmaz. 6 milyondur, olmaz. Pərdə sxemdə hansı faydalı qazıntının daşınma istiqaməti görülür? Əslində faydalı qazıntılar bildiyiniz kimi inkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş ölkələrə doğru daşınır həmişə və burada kəsümə kapitalist ölkələr istisna edirik ki, Car və Avstraliyada xam mal ixrac edən ölkələrə daxildir. Amma burada görürük ki, ABŞ-dan bu təbii ehtiyat Braziliyaya gəlir. ABŞ-dan Braziliya nə ala bilər? Təbii ki, daş, kömür. Növbəti sual. Doğru olmayan fikirləri müəyyən edin. Ən çox fiziki coğrafi rayon Böyük Qafqaz təbii vilayətində yerləşir. Biz sual cavablarda da dəfələrlə bunu vurğulamışıq ki, ən çox e, fiziki coğrafi rayon Kür çökəkliyindədir. 6 dənədir. Böyük Qafqazda 5 dənədir. Deməli, get-gedə azalır. Qafqazda, Kiçik Qafqazda 4 dənədir. Kür çökəkliyi təbii vilayəti 3 ölkə ilə səmhərdir və bunu da sual cavabda qeyd etmişik ki, Kür çökəkliyi təbii vilayəti 3 ölkə ilə həmsərhəddir fikri doğru fikirdir. Kür çökəkliyi və Kiçik Qafqaz vilayətində gil ehtiyatları var. Demişik ki, gil ehtiyatlar bütün vilayətlərimizdə mövcuddur. Kür çökəkliyi təbii vilayətində yalnız qış mülayim keçən yarımsəhra quru çöl tipinə rast gəlinir. Səhv fikirdir. Təbii ki, biz Qanxayri çayda görərik ki, burada mülayim isti iqlimdir. Lənkəran təbii vilayətində maqmatik sulara rast gəlinir. Təbii ki, gəlinir. Bunu da qeyd etmişik ki, orada təbii maqmatik sular var, lakin filiz faydalı qazıntı yoxdur. Orta Araz təbii vilayətində iqtisadi əhəmiyyətli dəmir filiz yataqları mövcuddur. Dəmir filiz Naxçıvanda olmaz. Naxçıvanda ancaq əlvan metaldır. Qara metal olmaz. 1, 4, 6 doğru bənddir. Yəni B bəndi. Doğru olmayanlar soruşurdu. Çünki subekvatorial iqlim qurşağında yaranan təbii zona təbii ki, savanna və seyrəkmişədir. Uyğunluğu müəyyən etməyimizi istəyir. Braziliya federativdir, respublika. Düzdür. İndoneziya federativ respublika. İndoneziya federativ deyil. Qazaxıstan unitar respublika. Düzdür. Koreya Xalq Demokratik Respublikası unitar monarxiya, monarxiya deyil. Küveyt unitar mütləq monarxiya deyil, konstitusional monarxiyadır. Vyetnam unitar respublikadır, düzdür. 1, 3, 6. Ölkəmizin ərazisində mövcud olan tranzit, transsərhəd çayları seçin. Təbii ki, Tərtər çayı bu qrupa daxil deyil. Qusar çayı bu qrupa daxil deyil. Girdiman bu qrupa daxil deyil. Arpa çayı, Qanıq çayı və Ağstafa çayı daxildir. Müəllim şagirdlərə Naxçıvan iqtisadi rayonunda olan çayların adını xəritəyə tapmağı və tapdıqları iki çay arasındakı məsafəni hesablamağı tapşırır. Şagirdlər tapşırığı icra edən zaman müvafiq olaraq hansı təhlil üsullarından istifadə edəcək? Təbii ki, Naxçıvan iqtisadi rayonunda çayları xəritədən tapmağı tapşırırsa, bu vizual olaraq
olur. Hesablama işi varsa kartometrik işlərdən aparır. Kartometrik və vizual. Burada qrafik qurmadır ki, qrafik olan. Deyir, A ölkəsində umumda əhalinin sayı 40 milyon, adam başına düşən ümumi həcm isə adam başına düşən 30 min ABŞ dollarıdır. Gəlin görək UDM-in ümumi həcmi nə qədərdir? Təbii ki, 40 milyon əhalidirsə və adam başına 30 min dollar düşürsə, deməli 40 milyonu vuracaq 30 minə. 40-ı 30-a vuranda eləyəcək. Milyon idi. 1000 də artırdıq. Hı -hı. Deyir, bu ölkədə ümumdaxili məhsulun 30% xarici şirkətlərə məxsusdur. 30% xarici şirkətlərə məxsusdur və demək 30% xarici şirkətlərdir. Yerli şirkətlərə isə 70% qalır. 70% yerli şirkətlərin payına düşür. İndi deyir ki, ümumdaxili məhsulun deməyinin milli şirkətləri tapın. Yəni yerli şirkətlərin, milli şirkətlər, yerli şirkətlər deməkdir. Təbii ki, ümumdaxili məhsul budur. Hı -hı. İndi bunun 70%-ni hesablamalıyıq. 70%-i nə qədər olmalıdır? Hesabladıq, bunu vurduq 70-ə, böldük 100-ə. Bu da edəcək 240 min, arxasına da 6 dənə 0 artırırıq, çünki milyon sözü var. Bu da eləyir 840 milyard. Doğru cavab e, D bəndi olacaq. Sıfırların sayı biraz dolaşdıra bilər. Quba Xaçmaz iqtisadi rayonuna aid olmayan inzibati rayon. Şabran, Siyəzən, Xızı. Çünki Abşeron, Xızı bura daxildir. Doğru cavab C bəndi olacaq. Növbəti. Avstraliyada yalnız ətlik südlü şey istiqamətində heyvandarlıq inkişaf edib. Yalnız sözün əksər vaxtı səhv olur. Dəniz mühitində müxtəlif heyvanların yetişdirilməsi marikulturdur. Bəli, dəniz mühitində marikultur olur, amma süni fermalarda isə akvakultur olur. Sərtlik əkinləri həm quraq, həm də rütubətli isti iqlimə malik ərazilərdə ola bilər. Quraq ərazilərdə əsasən rütubətli isti iqlimə malik olan ərazilərdə olur. Yaşıl inqilabın baş verməsi inkişaf etmiş ölkələrin təsərrüfat strukturunda kənd təsərrüfatının payının kəskin artmasına səbəb olmuşdur. Təbii ki. Broiler quşçuluq kompleksi istehlakçıya meyillidir. Doğrudur. Rusiyada şəkər qamışı olmaz. Yanlışdır. Doğru fikirlər soruşur bizdən. İkinci, dördüncü və beşinci olacaq. Üzr istəyirəm, bir daha baxaq. Deməli, 6 Rusiyada şəkər qamışı olmaz. 6'lar çıxdı variantdan. 5 doğru, 2 doğru, 2, 3, 5. Çəltik həm quraq, həm də isti rütubətli iqlimdə ola bilər. Çəltik əkinləri burada niyə doğru götürülüb? Çünki çəltik əkinləri həm quraq ola bilər. Çünki suvarma şəraitində istifadə edə bilərik. Həm isti və rütubətli iqlimə malik olan subekvatorial ərazilərdə ola bilər. Həmçinin də tropikdə, subtropikdə əkilə bilər ki, biz onu suvarma şəraitində istifadə edə bilərik. Sonra yaşıl inqilabın baş verməsi inkişaf etmiş ölkələrin təsərrüfatında strukturunda kənd təsərrüfatının payının kəskin artmasına səbəb olmuşdur. Təbii ki, burada diqqətli olmaq lazımdır. İnkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkə. Çünki inkişaf etmiş ölkələrin kənd təsərrüfatının payının kəskin artmasına səbəb olması doğru deyil. Burada xidmət sahəsi və informasiya sənayesinin payı maksimumdur. Ona görə doğru cavab elə C bəndi olacaq. Orada suvarmanı mütləq nəzərə almaq lazım idi. Böyük yetkilik qrupuna aid olan ölkələr Fransa daxildir bura, Kanada, Yaponiya. 1, 4, 5 doğru bənddir. F məntəqəsində atmosfer təzyiqi 670-dir. Burada 670-dir. FH məntəqələri arasındakı temperatur fərqi 7.2-dir. F-in mütləq hündürlüyünü hesablayın.
Baxın, burada əslində F-in mütləq hündürlüyü deyirsə, mütləq hündürlük dəniz səviyyəsindən ölçülən hündürlükdür, düzdürmü? O zaman 760-dan çıxarsınız 670-i 90 eləyir. Burada deməli, burada əslində F məntəqəsinin mütləq hündürlüyünü hesablayın. Bax, burada deyəsən problem var. Bir dəqiqə izah edəcəm problemin nə olduğu. Atmosfer təzyiqi 670 mm civə sütunudur və məntəqələr arasındakı fərq hər 1000 metrdə temperatur 6 dərəcə dəyişirsə, x-da da 7,2 dərəcə dəyişər. X-da bərabərdir. 7,2-ni vurarıq 1000-ə, bölərik 6-ya. 1200. 1200 metr fərq var. Buradan bura 1200 metrdirsə, 1, 2, 3, 4. 1200 bölərik 4-ə, eləyər 300. Kəsmə yüksəkliyimiz 300 metr olar. Yox, sualda problem yoxdur. Biz səhv baxmışıq. H məntəqəsində atmosfer təzyiqi 670-dir. F-də yox. H məntəqəsi burada 670. Ona görə, yəni buranın hündürlüyü nə qədər oldu? 760-dan çıxdıq 670-i, elədi 900 metr, yəni 90 mm civə sütununun da ona vurduq elədi 900 metr. Üzərinə gələcəyik 1200 metri. 2100 metr. Yəni B bəndi olacaq. Növbəti suala baxaq. Uyğunluğu müəyyən edin. Yalnız bir xarici ölkə ilə həmsərhəddir. Yalnız bir xarici ölkə ilə həmsərhəd olan Mir, Muğan iqtisadi rayonudur. Filiz faydalı qazıntı yataqları vardır. Qazax Tovuzda, burada Gədəbəydə qızıl, mis ehtiyatları var. 5 iqtisadi rayonla həmsərhəddir. 5 iqtisadi rayonla həmsərhəd olan Dağlıq Şirvan ola bilər. Gəlin sayaq. Quba Xaçmazda həmsərhəddir. Abşeron xızı ilə həmsərhəddir. Sonra cənub hissədən Mərkəzi Aranla sərhəddir. Qərb hissədən isə Şəki Zaqatala ilə həmsərhəddir. 4, 5 olanda Min Muğana baxaq, Qarabağla həmsərhəddir. Sonra Mərkəzi Aranla həmsərhəddir. Şirvan Salyan ilə həmsərhəddir. Zaqatala Hasna sərhəddir. Ona görə də bu 5 iqtisadi rayonla həmsərhəd olması Dağlıq Şirvan üçün xarakterikdir. Bir daha sayaq. Quba Xaçmazla, Abşeron xızı ilə, Şirvan Salyanla, Mərkəzi Aranla və Şəki Zaqatala ilə həmsərhəd olan Dağlıq Şirvandır. 5 dənə. Sonra bunu çıxdıq. 5 inzibati rayondan ibarətdir. 5 inzibati rayonda, görək Dağlıq Şirvanda nə qədərdir? İsmayıllı, Şamaxı, Ağsu, Qobustan 4 dənədir. Qazax Tovuzda görək nə qədərdir? Burada Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarıdır, 5-dir. Dağlıq Şirvanda 4 oldu. Beyləqan, İmişli, Saatlı, Sabirabad burada da 4-dür. Ona görə 5 aid olacaq Qazax, Tovuza. Yayı quraq keçən mülayim isti iqlim yarım tipinə rast gəlinən təbii ki, Dağlıq Şirvandır. 1-ə S-Y, 2-yə B-dir, 3-ə A. E bəndi doğru bənddir. 5-ci saat qurşağının orta meridianını seçin. 5-i vuracaqsınız 15-ə, edəcək 75. 0, 12 arasındadırsa şərq götürəcəksiniz. Daha doğrusu 1-11 arası şərq yarımkərəsidir. 5 də bunlar arasındadır deyə 75 şərq uzunluğu olacaq. Subtropik iqlim qurşağında yerləşən yarımadaları seçin. Subtropik iqlim qurşağında Pireneya və Apennin, Cənubi Avropa olacaq. Qütb gecələrinin müşahidə olunduğu materiklər, təbii ki, qütb gecələri qütb dairəsinin kəsdiyi Antarktida və Şimali Amerika materikləri üçün səciyyəvidir. Ölkənin geosiyasi rolunda əsas amil və digər amillər var. 10-cu sinif dərslikdə qeyd olundu. Əsas amillərə DME-nin həcmidir, sonra təbii resursların həcmidir, bir də hərbi gücdür. Siyasi təsir dairəsi, vətəndaş sağlamlığı və ölkədəki sabitlik digər amillərə aiddir. ADF. Bu 10-cu sinif dərsliyə əsaslanan bir tapşırıqdır.
Demarkasiya xətti nədir? Bu da 10-cu sinifə aiddir. Qonşu ölkələr arasında mübahisələr həll oluna qədər razılaşdırılmış sərhəd. Yəni C bəndi doğru bənddir. Qoruq və Milli Park doğru sıralar. Qaragöl yarımsəhra landşaftı qorunur. Xeyr, Qaragöl Laçındadır. Burada göllər landşaftı qorunur. Samur Yalama düzən meşə mühafizə edilir. Ağgöl Muğan düzündə yerləşir. Xeyr, Mil düzü. Şirvan ceyranlar və su quşları qorunur. Düzdür. Körçay Aznohur düzündə yerləşir. Fikri səhvdir. Bozdağda yerləşir. Bəsitçay yerləşdiyi inzibati rayon iki ölkə ilə həmsərhəddir. Zəngilandır. Bəli, İran və Ermənistanla həmsərhəddir. 2, 4, 6 doğru sıralardır. İrlandiya adasının hansı istilik qurşağında və yağ qurşaqlarında yerləşdiyini müəyyən edin. Təbii ki, İrlandiya Böyük Britaniyanın yanındadır. Bura qərb küləkləri təsir göstərir. Həmçinin isti cərəyanların təsiri altındadır. Burada soyuq ola bilməz. Burada yalnız mülayim istilik qurşağıdır. ASEAN ölkələrinə aid olmayan ölkələr. Təbii ki, ASEAN Cənub-Şərqi Asiya ölkələridir. Şərqi Asiyadan Çin bura aid olmaz. Cənubi Asiyadan Bangladeş aid olmaz. Şərqi Asiyadan Koreya aid olmaz. 1, 3, 6 aid olmayanlardır. Doğru sıraları seçin. Qışı quraq keçən mülayim isti iqlim yarımtipi yaydır. Qanı xərit sayda. Düzdür. Yayı quraq keçən soyuq iqlim tipi günnüt qapıcıq. Bu da düzdür. Polimetal yataqları mövcuddur. Qonaqkənd. Qonaqkənddə ümumiyyətlə filizi yoxdur. Tərtər çayının mənsəbi yerləşir Araz boyu. Xeyr, bu Kür Arazda yerləşir. Mis ehtiyatları mövcuddur. Gəncə dağlıqda. Bəli, Gədəbəydə mis ehtiyatı var. Paleozoy yaşlı suxurlara həşərdə rast gəlinməz. Günnüt qapıcıq və Gəncədə rast gəlinir. 1, 2, 5 doğrudur. Doğru sıraları müəyyən edin. Troposfer atmosferin ən sıx təbəqəsidir, düzdür. Stratosfer topa buludların 90%-dən çoxu bu qatdan yaranır. Xeyr, buludların əksəriyyəti troposferdədir. Demək olar ki, hamısı. Mezosfer dolu bu qatda yaranır, yanlışdır. Termosfer yüksək temperatur müşahidə edilir. Düzdür. Eksosfer şeh bu qatda yaranır. Səhvdir. Şeh, qrov, duman hamısı troposferdədir. 1, 4 doğru bənddir. İvanpa Solar istilik elektrik stansiyasıdır. ABŞ-da yerləşir. Günəş elektrik stansiyasıdır daha doğrusu. Günəş elektrik stansiyası İvanpa Solardır. Sonra e, Star, Topaz, Sunlight Farm bunlar günəş elektrik stansiyalarıdır. Paleozoy yaşlı dağları müəyyən edin. Paleozoyda yaranan da Ant dağları Alp qırşığında yaranıb. Atlas Alpdadır, Krım Alpdadır, Pamir Alpdadır. Ural, Kap, Böyük Çengan, Skandinaviya dağları 2, 3, 5, 6 bunlar paleozoy yaşlı dağlardır. Xəritə sistemdə göstərilmiş ölkələrlə bağlı doğru fikri müəyyən edin. 2, 4, 6 böyük yeddiliyə aiddir. Düzdür. 3, 4, 5 federativ quruluşa malikdir. İspaniya federativ deyil, Fransa federativ deyil, 5 federativdir, heç biri federativ deyil. 1, 2, 6 zəngin neft ehtiyatlarına malikdir. 1, 2, 6 İtaliya üçün elə bir söz deyə bilmərik, Almaniya üçün də deyə bilmərik. Düzdür, biraz şimal dənizdən çıxarır, amma böyük faiz deyil. 2, 3, 5 şəkər qamışı ümumiyyətlə Avropada olmaz. 1, 2, 3 German qrupuna aiddir. 3 də 3 Roman qrupuna mənsubdur. Doğru cavab A bəndi olacaq. Şimali Amerika, Cənubi Amerika materiklərinə oxşar cəhət. Savan dağlar mövcuddur hər ikisində. Sahilləri 3 okean suları ilə yuyulur. Yalnız Şimali Amerikaya aiddir. 3 işıqlanma qurşağında yerləşir. Şimali Amerikaya aiddir. Mülayim dəniz iqlim tipi hər ikisində var. Sonra yerləşdiyi litosfer tabaqası Afrika ilə həmsərhəddir. Doğrudur. 1, 4, 5. Qütb gecə və gündüzləri müşahidə edilir. Cənubi Amerikada olmaz. 42. Təbii ehtiyatlardan kvars qumu Qubadlıda olmaz. Mərmər Lerikdə olmaz. Daşkəsən də alnit olar. Civə Laçında olar. Qızıl Zəngilanda olar. Daş kömür ümumiyyətlə Azərbaycanda olmaz. 3, 4, 5. Y bəndi doğru bənddir. Rütubətlənmə misalının hansı göstəricilərində suxurların fiziki aşınması intensiv olar? Fiziki aşınmada təbii ki, rütubətlənmə misalı vahiddən çox kiçik olmalıdır. 0,3-ə qədər olmalıdır. Təbii ki, burada
Yağıntının az, buxarlanma qabiliyyətinin isə daha çox olduğunu götürürük. O da D bəndində görürük ki, yağıntının miqdarı cəmi 300 mm-dir, buxarlanma qabiliyyəti isə 1200-dür. Ona görə D bəndi doğru bənddir. Xəritə skəndə ştrixlənmiş ərazilərdə yayılan iqlim qurşaqları üçün doğru fikirləri seçin. Ştrixlənib deməli Aralıq dənizi, yox burada Şimal Aralıq dənizi, burada Cənubi Aralıq dənizi və subekvatorial. Keçid iqlim qurşağıdır, düzdür. Yağıntıların mövsümi xarakteri daşıyır. Təbii ki, keçiddirsə bu belə olar. Rütubətlərin həmsi alıvahiddən böyükdür. Hamısı üçün deyə bilmərik. 0,8-1 arasıdır. Il boyu qalxan hava hərəkəti yanlışdır. Bu əsas iqlim üçün aiddir. Əkinçilik üçün əlverişli təbii şəraitə malikdir. Düzdür. İl boyu enən hava kütləsi hakim olur. Yenə də bu da əsas iqlimə aiddir. 1, 2, 5 doğru bənddir. Ee, İqlim diaqramına aid olduğu məntəqənin yerləşdiyi inzibati rayon 1036-dırsa, təbii ki, demişik ki, Zaqatalaya aiddir. Xarici, yalnız bir xarici ölkəyə sərhəddə olan inzibati rayonlar. Qubanın ümumiyyətlə xarici ölkə çıxışı yoxdur. Ordubadda 2-dir. Sonra Şəkidə 1-dir. Qazaxda 2-dir. 2-də çıxdıq. Şəkidə 1-dir. Daşkəsəndə 1-dir. İmişlidə 1-dir. İranda ancaq 2, 5, 6. Tükənən və bərpa olunan təbii ehtiyatları müəyyən edin. Tükənsin, bərpa olunsun. Havadır, torpaqdır və sudur. 1, 4, 6. Verilmiş xüsusiyyətlər A ölkəsinə müəyyən edin. Üç yarımkürədə yerləşir. Həm tropik, həm mülayim işıqlanma qurşağında yerləşir. Zəngin dəmir filizi və boksit ehtiyatlarına malikdir. Yerləşdiyi materikdə qütb ulduzu görünür. Təbii ki, həm tropik, həm mülayim işıqlanma qurşağında yerləşir. Tropik xətti kəsməlidir. Bu Hindistanı da kəsir, Konqonu kəsmir, İspaniyanı kəsmir, Meksika, Braziliyanı kəsir. Amma deyir, üç yarımkürədə yerləşir. Hindistan 2 yarımkürə, Meksika 2 yarımkürə, Braziliyanın ekvator kəsdiyinə görə 3 yarımkürədə olacaq. 2020-ci il üçün tərtib edilmiş yaş sinç piramidasına əsasən doğru fikirləri müəyyən edin. Bu ikinci tipdir, çünki təbii artım yüksəkdir. 10 ildən sonra əhalinin orta sıxlığı azalacaq, xeyr, artır. Orta ömür müddəti çox yüksəkdir, əksinə inkişaf etməkdə olan ölkələr üçün xasdır. Ona görə də burada orta ömür müddəti azdır. İqtisadiyyatın dördüncü sektorun payı üstündür, yanlışdır. Qərbi Avropada yerləşmir 100%. Koreya Respublikasına aid ola bilməz. Yanlışdır. Koreya Respublikası Qərbi Avropada dəqiq yerləşmir. Düzdür? Koreya Respublikası, söhbət Cənubi Koreyadan gedir. Təbii ki, Koreyada ikinci tip deyil, birinci tipdir. Ona görə aid ola bilməz. Yəni ikinci tipdən birinci tipə keçmişdir. 1, 5, 6. Anklav ölkələri seçin. Anklav ölkə, təbii ki, Küveyt anklav olmayacaq, Liechtenstein anklav olmayacaq. 5 ilə 6-nı çıxacaqsınız. 1 üstü 4 Vatikan, sonra Lesotho və San Marino. Doğru cavab C bəndi olacaq. Belə. İzlədiyinizə görə təşəkkür edirik.